müştərinin evində soyuq su və isti su xəttlərinin yuyulacaq. Kombi yox, yəni isti su və soyuq su xəttləri və xüsusi dərman vasitəsilə, yəni zəhmət olmasa net yox, yəni baxın, net yox, xüsusi bir dərman vasitəsilə bu nə üçündür? Yəni yaranmış ərklərin, daşların ərimək üçündür. Yəni dərmanın zəhmət olmasa üst tərəfində göstərin usta. Yəni bu görürsünüz ki, bu sırf daşların ərinməsi üçündür. Yəni bu net deyil, çünki bir də deyək ki, qeyd edeyim ki, netlə heç vaxt evinizdə nə kombinin, nə soyuq suyu, nə isti su xəttlərinin yuyulmasına icazə verməyin. Birbaşa indi bir xəttimiz soyuq su və yaxud da isti su xəttinin yuyulma prosesini biz sizə indi göstərəcəyik. Bu nə üçündür? Evlərdə olur ki, kombi yuyulur, amma isti su və ya soyuq su yenə də zəif gəlməkdə baş davam edir. Bu o deməkdir ki, artıq sizin isti və ya soyuq su xəttlərinizdə də tutulmalar var və həmin o tutulmaların qarşısını almaq üçün bu qaydada indi su və isti su və soyuq su xəttləri yuyulacaq. Soyuq su və isti su xəttlərinin yuyulmasına. Və proses başladı. Artıq proses işə düşdü. Bu digər aparatla yuyulur.